Hər vaxtınız xeyir, kanalımın dəyərli xanımları. Bilirəm ki, günlük rutin vloqlarını sevirsiniz. Mən də çalışdım ki, yenidən bu tərzdə vloq çəkim. Oyanan kimi öncə yerimi yığıram. Bunu keçən vloqda da dediyim kimi, əgər oyanan kimi yerimi yığmasam, indi yığaram, bu saat yığaram deyib, düz axşama kimi yer açıq qalır. Bu halın baş verməməsi üçün çalışıram ki, oyanar-oyanmaz öncə yerimi yığam. Bu məndə qətiyyən vloqa görə deyil. Yerimi yığmasam, elə bilirəm ki, həmən gün bütün ev köçür. Və bundan önəmlisi də ki, xanımlar, yəqin ki, bir çoxlarınızın başına gəlir ki, biz insanıq. Olur ki, bəzən əhval-ruhiyyəmiz olmur. Düşünürük ki, bir saatdan sonra da yığışdırsaq olar. Da ki, gözləyirik ki, uşaq yatsın, sonra yığışdıraq. Elə bunu düşünüb əyləşirik ki, biraz dincələk. Bu momentdə evə mütləq kimsə gəlməlidir. Və evi o vəziyyətdə görməlidir. Gəl indi izah elə ki, mən bütün günü iş görürəm. Sonuç nədir? Gələn qonaq sənin evivi törtöküntü gördü. Xanımlar, bu qolma taxtığımı da Temudan almışam. Çox yaxşıdır, suyu qoymur ki, dirsəklərinizə getsin. Bu rezinlər olmamışdan öncə mən üzümü necə yumuşam, heç özüm də bilmirəm. Üzümü yuyarkən suyun dirsəklərimdən yerə axmasını qətiyyən sevmirəm. Həm qolum batır, həm də ki yer. Sırf buna görə də bu rezinlərin 3-4 ədədini almışam. Həqiqətən də aldıqlarımın içində deyərdim ki, mənim üçün ən məntiqlisidir. Əgər kimdəsə yoxdursa, bundan mütləq alın. Alıb istifadə etdikdən sonra deyəcəksiniz ki, bugünə kimi niyə almamışam. Qiyməti də ki, çox-çox münasibdir. 2 ədədi 1 manat. Xanımlar, istəyirəm ki, bizdə olan moydadırdan da danışım sizə. Çünki keçən vloqların birində bir neçə xanım bu haqda məndən soruşmuşdu. Mən xanımlar, bu moydadırı mən heç kimə məsləhət görmürəm. Çox rahatdır, amma səbəbi ondadır ki, mərmərin üzərinə bir damcı su düşən zaman tez ləkə saxlayır və mən onu dərhal silməsəm, ləkə-ləkə izlər saxlayır. Bu səbəbdən də bir əlimdir, bir dəsmal. Evdə üzünü yusam, mən onun arxasıca hamama gedirəm və başlayıram moydadırı təmizləməyə. Sırf bu səbəbdən mən heç kimə məsləhət görmürəm. Və xanımlar, mən oyanan kimi yerimi yığıram, əl-üzümü yuyuram, sonra dərhal keçirəm uşağın kaşasını bişirməyə. Düzdür, Tamerlan 2 yaş 8 aylıqdır, amma mən ona hələ də səhərlər kaşa verirəm. Deməyə xanımlar, kaşanı bişirdim, çayı dəmlədim, Tamerlanın kaşasını da götürüb gəldim makyaj eləməyə. Bu vlogu mən çəkmişəm 5-ci gün. Qızımı məktəbə aparmalıyam və hər zaman bayıra çıxarkən az da olsa makyaj edirəm. Həftənin 5 günü bizdə hər zaman belə olur. Kaşanı bişirib getirirəm yanıma, makyaj edə-edə tez-tez də kaşanı qarışdırıram. Beləliklə makyajım bitənə kimi kaşa da soymuş olur. Və əlavə edirəm butulkaya, Tamerlan onu içir. Mən də növbəti işlərimi görürəm. Bayırda da ki, dəhşət yağış yağır. Narın yağışı həddindən artıq çox sevirəm. Amma şiddətli yağışı qətiyyən yox. Və evdən çıxana kimi sizinlə birlikdə növbəti işlərimi də yekunlaşdırım. Sonra qızımı aparacağam məktəbə.
Xanımlar, toyuğu istiyotlayıb, duzlayıb kənara qoydum ki, qızımı məktəbdən götürərkən isti-isti bişirərəm, yeyər. Amma qreçkanı indidən hazır edəcəm. Və xanımlar, gördüyünüz kimi yeməyim artıq hazır oldu. Toyuğu da ki, dediyim kimi qızımı məktəbdən götürəndən sonra qızardacağam. İndi isə evdən çıxırıq, Leylanı Tamirlanla birlikdə aparırıq məktəbə. Koridordakı güzgüyə diqqət yetirsəz, görərsiniz ki, bütün ləkə-ləkədir. O ləkələri də ki, artıq məlumdur kimidir. Gərək qaydandan sonra güzgünü də təmizləyin. Düşünə bilərsiniz ki, uşaqdır, əli ora necə çatır. Amma çıxır, gördüyünüz oturacağın üzərinə və oradan da komotun üzərinə. Beləliklə, evdə bütün güzgüləri ləkə-ləkə edir.
Artıq evdən çıxırıq, gedərkən də zibilləri atıram, gedirik məktəbə. Xanımlar, bu vlog dediyim kimi 5-ci gün çəkilir. Bayırda da ki, dəhşət soyuq var idi. Çalışıram ki, hər gün zibilləri atım. Məktəbə getməmişdən öncə bunu edirəm. Evdə zibil saxlamağı heç xoşlamıram. Bilirəm ki, evdə ağırlıq var, artıq yük var. Zibilləri atandan sonra rahat oluram. 6-cı və bazar günləri qapının ağzındakı bizdə zibil qutusu var. Zibilləri yığıram ora. Təvəkkül edin ki, o qədər narahat oluram ki, orada zibil olanda. Deyirəm ki, bircə birinci gün gəlsəydi, gedib o zibilləri atardım. Xanımlar, görürsüz necə yağış yağır. Leylanı məktəbə yola salan kimi tez qayıtdıq evə. Evə qayıdan kimi də Tamerlanı biraz yedizdirdim və Tamerlan yatdı. O yatan kimi də mən qalan işlərimə davam elədim. Çünki Tamerlanla yığışdırmaq qeyri-mümkündür. Buradan yığışdırıram, üzümü çevirirəm ki, Tamerlan dağıdır. Xanımlar, yerdəki yaşıllığı da görürsünüz. Yağış yağdıqdan sonra bu baş verir. Heç bilmirəm ki, niyə belə olub. Ya gəlsəydi, yeri şampunla təmizləyərdim. Artıq Tamerlan da yatdı. Tamerlan yatanda mən çox rahat oluram, amma təəssüf ki, az yatır. Nə qədər ki, Tamerlan yatıb, tez paltarları ütülüyüm. Sonra keçərəm tör-tökünə baxmağa. İnanın ki, qonaq otağını bir hala salıb ki, Tamerlanda da bir adət var, qonaq otağına keçən zaman balışlarını yerə atır və divandan atlanır balışların üzərinə. Bu da onun oynamaq tərzidir. Əslində Tamerlan yatan zaman evdə tam sakitçilik yaradıram. Deyəcəksiniz ki, buradan sakitçilik yaratmaq deyirsən, oradan da paltar ütüləyirsən. Tamerlan yuxuya keçən zaman ilk 15-20 dəqiqəsini bərk yatır. Nə səs-küy salsan da ayılmır. Amma 20-25 dəqiqədən sonra evdə tık səsi belə olsa, Tamerlan oyanır. İndi bu vaxt ərzini dəyərləndirib tez bazar paltarları ütülədim. Onlar əvvəllər bu çay dəsmallarını, pastelləri, süfrələri, ümumiyyətlə demək olar ki, bir çox ağları mən kraxmallayırdım. Mən anamdan da belə görmüşəm. Uşaq vaxtı hər zaman görürdüm ki, anam bütün ağ paltarları kraxmallayır. Mən də evlənəndən sonra bu üsulla davam elədim. Ta ki, Tamerlan olana kimi. İndi nə yalan deyim, Tamerlan məni o qədər yorur ki, düşünürəm ki, paltarlar tez yuyulsun, sərim, qurusun, qatdalayım, lazım olanda ütülüyüm, dərhal qoyum yerinə. Heç bilməzdim ki, mən bir gün kraxmalsız pastel qoyaram şifanerə. Məndə hər zaman dəsmalların, pastellərin kraxmalı, sinkası yerində olur. Amma indi bunu qətiyyən edə bilmirəm. Düşünürəm ki, Tamerlan biraz böyüsün, məndən biraz uzaqlaşsın, getsin özü üçün oynasın. O zaman yenə köhnə üsulla davam edərəm. İnanın ki, mənim 2 il bundan öncə dəsmallarım o qədər sinkalı, kraxmallı olub ki, indi qonaq gələn zaman dəsmallarımı çıxartmağa utanıram. Düzdür, ağlar yenə də təmiz olsa da, amma kraxmalı sinkası olmur. Bunu da deyə bilərəm ki, indi heç kim nə kraxmal işlədir, nə də ki sinka. Amma mən uşaqlıqdan anamdan belə görmüşəm deyənə artıq o üsula öyrəşmişdim. Xanımlar, bəlkə inanmayacaqsınız, amma məndə belə bir takıntı da var idi ki, nə rəngdə paltar sərərdimsə, ona o rəngdə də şpulka vururdum. Amma indi düşünürəm ki, Tamerlandan öncə aşırı dərəcədə türk demişkən takıntılarım çox olub. Hətta indi bunları yığışdırmağa çalışıram. Təsəvvür edin ki, paltar sərərkən boylarına uyğun sərirdim. Bir kofta digər koftadan qısa olarsa, onların yerlərini dəyişdirirdim. İndi o qədər yorğun oluram ki, bunlara heç fikir də vermirəm. Düşünürəm ki, bir an öncə qurusun, uşaq paltarsız qalmasın. Böyüklərimiz hər zaman deyirdi ki, uşaqdan sonra dəyişəcəksən, bu həqiqətən də belə oldu. Və xanımlar, artıq bunları da ütülədim, yerbəyər edim. Sonra gedim qonaq otağını yığışdırmağa. Gərək şifanerə də biraz əl gəzdirim, sıxlığı çoxdur. Vlogu çəkərkən fikir vermişəm ki, artıq bura dağınıq görsənir. Əslində xanımlar, qızımın otağındakı pastellərin yarısı da buradadır. Yoldaşım gələndən sonra qızımın otağını təmir elətdirəcəyik. İstədiyim ölçüdə ora mebel yığdıracağıq. Pastellərin yarısı da Leylanın otağına gedəcək və beləliklə mənim şifanerimdəki düzənsizlik aradan qalxacaq.
Xanımlar, işimi yekunlaşdırdım, qaldı pilisoslayıb silmək. Bunu da yalnız Tamerlan oyanandan sonra edə bilərəm. Tamerlan harda olsa oyanacaq. O oyanana kimi mən kofemi içə-içə istədiyim seriala baxıram. Sözün düzü, mən çox seriala baxan insan deyiləm. Amma ki, özümə 1-2 serial seçirəm və yalnız o seriallara gecə saat 2-də, 3-də, ən önəmlisi yemək yeyərkən baxıram. Əgər vaxtım olarsa da günorta Tamerlanı yatırdandan sonra baxıram. Ən çox sevdiyim serial isə Kral Kaybedər idi. O da bitdi. İndi Qısqanmaq və Saxtakarlara baxıram. Bir də Əşrəf Rüyaya baxırdım. Onu da deyəsən internetdən yığışdırıblar deyənə baxa bilmirəm. İndi 2 serialım qalıb, yalnız onlara baxıram. Bunlar da həftədə bir dəfə olur. Serialın olmadığı vaxtlarda tarixi videoları çox xoşlayıram. Qoyuram tarixi videoları, maraqla seyr edirəm. Ən çox Roma imperiyasına baxıram. Qədim Misirdə yaşananlar, olanlar mənim marağımı çox cəlb edir. Ən böyük arzum da Topkapı sarayını gəzməkdir. İnşallah bu da bir gün qismət olar, gedib tarixi yaxından görərəm. Və xanımlar, gördüyünüz kimi Tamerlan oyandı. Artıq saat 7-nin yarısıdır və yenə bərk yağış yağır. Biz gedirik Leylanı götürməyə. Həmişə bu cür yağış yağarkən piyada gedən insanları düşünürəm. Deyirəm ki, kaş maşına çox adam yerləşəydi, hər kəsi evinə aparardı. Yəni bu təbii ki, xanımlara aiddir. Çatdıq məktəbə. Məktəbə də hər zaman biraz tez gedirəm ki, maşını saxlamağa yer olsun ki, uşaq çıxıb maşına rahat gələ bilsin. Tamerlanı maşında qoyub gedib Leylanı məktəbdən götürmək mənə çətin olur. Qorxuram ki, qapını açar, yıxılar yerə. Tamerlan da ki, maşallah bir yerdə dayanan uşaq deyil. Leyla məktəbdən maşına gələnə kimi elə knopka yoxdur ki, Tamerlan onu qurtalamasın. Bir maşına gəlirəm ki, avariyya oradan yanır, dönmə işıqları buradan yanır, dalini o tərəfdən yanır, bütün peçkalar, kontenerlər hamısı qarışır bir-birinə. Bu səbəbdən də onu maşında saxlaya bilmirəm. Və xanımlar, artıq gəlmişik evə. Gələn kimi də tez toyuğu qızardıram ki, qreçkanın üzərinə qoyum, verim Leyla yesin. Yaxşıdır ki, qreçkanı Tamerlan da yeyir. İkisi də eyni yemək yeyəndə mənə rahat olur. Amma çox vaxt elə olur ki, biri yeyən yeməyi digəri yemir. Bu zaman mənə yorucu olur. Artıq yemək yeyildi, qalanını da qoydum xaladelnika. Qabları da yuyum. Peçi də bayaq sizə göstərdim. Bütün yağlar sıçrayıb ora. Peçi də yuyandan sonra vloqu yekunlaşdıracağam. Amma ki, hələ vloq davam edir. Danışmağıma da səbəb uşaqlar oyanda mahnı qoyub. Təəssüf ki, mahnını bura yerləşdirə bilmirəm. Mahnının səsi çox gəlsə YouTube mənə təlif haqqı verəcək. Bu da o deməkdir ki, təlif haqqı alsam bu vloqu buradan silməliyəm. Çünki kiminsə mahnısını vloqda paylaşa bilmərəm. Çünki YouTube mahnı oxuyan insanın bütün hüquqlarını qoruyur. Bu səbəbdən
istəmədən də istədiyimiz mahnını burada paylaşa bilmirik. Və xanımlar, qabları da yudum, keçim peçi təmizləyim. Peçin təmizliyini isə asmır formasında çəkmişəm. Uşaqlardan xahiş elədim ki, televizorun səsini alsınlar. Mən bu hissəni səssiz edim. Heç tərtəmiz idi. Bir dənə toyuqdan sonra bu vəziyyətə düşdü. Qızartma yeməklərini çox sevsəm də, sonrasında qoyduğu bu yağları heç sevmirəm. Xanımlar, gördüyünüz kimi yağ hətta maşınkanın üzərinə kimi sıçramışdı. Onu da təmizlədim, qabları da yerber elədim. Mətbəx oldu tərtəmiz. Sizinlə də burada sağollaşım. Əgər vloqu bəyəndinizsə, kanalıma abunə olmağı unutmayın. Növbəti vloqda görüşərik. Sağ olun, salamat qalın.